Ötən ay nə ilə yadda qaldı? Ayın önə çıxanları nələr oldu? Oktyabr ayı dünya iqtisadiyyatı üçün olduqca gərgin keçdi. Donald Trump'ın açıqlamaları, Vladimir Putinlə görüş, Çinlə ticarət savaşı, həmçinin Amerika prezidenti Donald Trump'ın Rusiyanın iki ən böyük neft şirkəti olan Rosneft və Lukoil ilə sanksiyalar tətbiq etməsi birjalarda ciddi təlatüm yaratdı. Oktyabr ayı boyunca Amerika prezidenti Donald Trump'ın Çinlə bağlı ticarət və tarif təhdidli bəyanatları, həmçinin Amerikada shutdown prosesi birjaların əsas xəbər gündəmini təşkil edirdi. Amerika tərəfindən sərt ton və diplomatik reaksiyalar ticarət zəncirinə dair təhdidləri daha da gücləndirdi. Eyni zamanda Amerika prezidenti Donald Trump'la Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüş qlobal diplomatiyada yeni gərginliklər yarattı. Amerika prezidentinin Rusiyanın Rosneft və Lukoil şirkətlərinə sanksiyalar tətbiq etməsi fonunda neftin dünya birjalarında qiymətləri 5%-ə qədər bahalaşdı. Belə ki, Brent markalı neftin bir barel üzrə qiyməti $66.80, Texas markalı neftin bir barel üzrə qiyməti isə $62.93 sentlərlə qədər yüksəldi. Oktyabr ayı boyunca Amerikada shutdownla bağlı olaraq hökumətin bəzi məlumatları gecikdirməsi birjalarda qiymətləndirmələrdə qeyri-müəyyənliklər yaratdı. Bir sıra məlumatların olmaması investorların ticarət qərarları verməkdə çətinlik yaşamasına səbəb oldu. Oktyabr ayının 29-da baş tutan toplantısında ABŞ Federal Ehtiyatlar Sistemi uçot faiz dərəcəsini növbəti dəfə 0,25% endirdi. Federal Ehtiyatlar Sisteminin bu addımını iqtisadiyyatı stimullaşdırmağa dəstək olaraq qəbul edən investorların kütləvi dollar alışları fonunda Amerika dolları dünya birjalarında kəskin bahalaşdı. Ötən ay $4.380 kimi bahalaşaraq bütün dövrlərin tarixi maksimumunu yeniləyən qızıl oktyabrın 3-cü həftəsində $4.000 kimi kəskin ucuzlaşdı. Hazırda $3.900-4.000 aralığında dalğalanan qızılın bir unsiya üzrə qiyməti yenidən $4.000 həddinin üzərinə yüksəlməyə bacarsa, qızıl təkrar bahalaşa bilər. Əksinə, aylar qiyməti $3.900 həddinin altına sala və burada saxlaya bilsələr, qızıla eniş tendensiyası daha kəskin xarakter ala bilər. Oktyabr ayının sonuncu həftəsi isə Avropa, Yaponiya və Kanada mərkəzi banklarının faiz qərarları, Avrozonada, Almaniyada, Yaponiyada və Avstraliyada istehlak qiymətləri indeksi göstəriciləri, həmçinin Avrozona, Almaniya, Kanada və Amerikada ÜDM hesabatlarının dərc olunması ilə yadda qaldı. Sən də dünya maliyyə bazarlarında analiz vərdişlərini inkişaf etdirmək istəyirsənsə, buyur bizim kurslara qatıl.